çıxıb ortalığa Lokko adında. O dişinin biri olmayan. Ya mən bugün çıxıb bir video çəksəm ki, bu uşağın məsəl üçün məktəbə gedən vaxtıdır və ya ailəsinin, valideynlərinin sözünü eşidən vaxtıdır. İnsanlar mənə çıxıb deyəcək ki, nə danışırsan, bir zəhmətkeş ailədən bir uşaq çıxdı. Üzr istəyirəm, sözü kəsirəm. Bir dənə də cəmiyyətin dəhşətli bir dərdi var. Bir insan bir qanunu pozursa, şikayət eləyirsən, deyir ki, kasıbamda imkan vermirsiniz çörəyimi qazanım. Siz kasıbları əzirsiniz. Amma mənim oğlum məndən daha müasir düşüncəlidir axı. Bunu istərsiniz, bunun əlində telefon var, bu TikToka girir, ora girir, bura girir. Baxır ki, atam bütün günü məni qaydalarla, qanunlarla, futboldan gəlirəm hazırlığa və s. Amma heç bir dənə uşaq peyda oldu, kazanır. çıxdı, mənim 10 ilə qazanacağımı misal üçün deyirəm ha. Bir ayın içində qazandı və məndən də hörmətli durdu qırağı. Bir ara üzlənir axları, baboş kimlərini mən tənqid elədim. Mənə durda deyirlər ki, sən gör özünü ki, hansı səviyyəyə salırsan. Burada da imkan vermirlər ha. Bir dənə hansısa, məsələn, qarnını gəbərdən bir qədəni tənqid eləyirsən, o saat insanlar sənə yazır ki, sənə yaraşır onu sən. Yaxşı, onda mən bunu tənqid eləməyim, sən tənqid eləmə, xanım tənqid eləməsin. Bizim ağrımız hara gedir?